Salam, hər vaxtınız xeyir olsun. Pivə pendirdir. Qarğıdalı nişastasına batırmışam. İndi tavada da yağı qoymuşam isinsin. Bunu əlavə eləyəcəm, qızardacam. Qardaşım dəfələrlə elə hazırlayıb mən yemişdim, çox qəşəng olur. İndi dedim özüm hazırlayım, özüm dadına baxım. Unla da eləyə bilərsiniz, qarğıdalı nişastasından da eləyə bilərsiniz. İndi birini ataq çörək qızıtma tava. Baxın bir dənə. İndi əlavə edəcəm onları. Burada Bakıda satılanlar yaxşı olmur. Bunu biz sağ olsun qardaşım Ağstafadan alıb gətirdi. Elə bil orada çox qəşəng olur. Ceyran çöl pendiri gedir. Adı da orada. Həqiqətən çox qəşəng olur. Mən çox dökdüm, amma çox dökmək də olmazdı. Qarışdırmağa görə, bir-bir çevirməyə görə. Bu şey hazır olur. Həqiqətən çox qəşəng olur. Qoydum ki, yağını canına çəksin. Onu evi yoxdur, belə bu formada çevirərəm. Adı çox qəşəng olur. Bu formadan bu formaya gəlir də belə göstərim. İndi bu qalanı da bir-bir ataq, bir-bir qızardıqca qəşəng görünsün. Bunlar bir-birinə yapışır. Mən çox tökdüm. Bu da hazır oldu. Bu yağı mən yəni tökməyəcəm, israf eləməyəcəm. Bir dənə qaba süzəcəm, onu da ki, yəni kartoşka qızardanda istifadə edəcəm. Həqiqətən çox qəşəngdir.